Salam hörmətli izləyicilər. Siz Azi Xəbərin həftəlik xəbər buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra yeniliklər, tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş işgüzar görüş keçirilib. Universitetin rektoru Dosent Rüfət Əzizovun, eləcə də universitetin prorektorları, dekanlar və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Mingəçevir Dövlət Universiteti elm və innovasiya məsələləri üzrə prorektor Natavan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində bir sıra strateji istiqamətlər, o cümlədən elmi və akademik əməkdaşlıq təklifləri müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texniki Universitetində rəsmi səfərdə olub. Səfər çərçivəsində universitetin nümayəndə heyəti Orta Doğu Texniki Universitetinin rektoru Professor Dr. Ahmet Yozgatlıgil ilə görüşüb. Görüş zamanı iki universitet arasında birgə tədqiqatların aparılması, qrant layihələri üzrə əməkdaşlıq, eləcə də tələbə və müəllim mübadiləsi imkanları müzakirə olunub. Eyni zamanda Orta Doğu Texniki Universitetinin ixtisas artırma proqramları və sənaye ilə əməkdaşlıq sahəsindəki təcrübəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də tətbiqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin bu istiqamətdə birgə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində gələcəyin mühəndisləri üçün texnologiya, praktika və əyləncə bir arada şüarı ilə təşkil olunan mühəndislik düşərgəsi keçirilir. Düşərgənin açılış tədbirində bir vaxtlar valideynlərinin təhsil aldığı ali təhsil müəssisəsində onların övladlarının bu cür öyrədici, texnoloji və eyni zamanda əyləncəli proqramda iştirak etməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu təşəbbüs şagirdlərin gələcək peşə seçimində mühüm rol oynayır. Onların mühəndislik sahəsinə marağının artırılmasına xidmət edir. Düşərgə çərçivəsində müxtəlif mövzularda nəzəri istiqamətlər və praktiki məşğələlər keçirilir. 5 gün davam edən mühəndislik düşərgəsi proqramı çərçivəsində şagirdlər müxtəlif yerlərə ekskursiyalarda iştirak ediblər. Qeyd edək ki, mühəndislik düşərgəsi yanvarın 31-də yekunlaşacaq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının iclasında universitetin nəzdində Süni İntellekt İnstitutunun yaradılması haqqında qərar qəbul olunub. Yeni institutun yaradılması Azərbaycan Respublikasında süni intellektin inkişafına dair milli prioritetlərə, eləcə də 2025-2028-ci illəri əhatə edən süni intellekt strategiyasına elmi dəstəyin təmin edilməsi məqsədi daşıyır. İnstitut, milli təhlükəsizliyin və texnoloji suverenliyi möhkəmləndirilməsinə, insan kapitalının qorunmasına, dövlət idarə etməsində səmərəliliyin artırılmasına, həmçinin iqtisadi və sənaye inkişafına töhfə verməyi hədəfləyir. Süni İntellekt İnstitutu ölkədə bu sahə üzrə fundamental və tətbiqi elmi tədqiqatların sistemli şəkildə aparılmasını təmin etməklə yanaşı, akademiya sənaye əməkdaşlığının gücləndirilməsini də əsas məqsədlərdən biri kimi müəyyənləşdirir. Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sofi Lagut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetini ziyarət edib. UFAZ-ın tədris binası və laboratoriyalarına turla başlayan ziyarət zamanı xanım səfir müasir avadanlıqlar və davam edən tədqiqat layihələri ilə tanış olub. Universitet rəhbərliyi ilə keçirilən rəsmi görüşdə isə Azərbaycan və Fransa arasında mədəni körpü rolunu oynayan UFAZ-da tədris fəaliyyəti, tələbə qəbulu, cari çağırışlara cavab verən ixtisasların yaradılması və mövcud ixtisasların təkmilləşdirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq və tədqiqat yönümlü fəaliyyətin dəstəklənməsi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra səfir akademik heyət və tələbələrlə bir araya gəlib. UFAZ-ın icraçı direktoru Vaziyə Əsgərovun salamlama nitqindən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov çıxışında UFAZ-ın Azərbaycan-Fransa arasında ali təhsil sahəsində
uğurlu əməkdaşlıq modeli kimi yalnız yüksək ixtisaslı kadrların hazırlanmasına deyil, eyni zamanda birgə tədqiqatların, innovativ təşəbbüslərin və akademik mobilliyin inkişafına mühüm töhfə verdiyini deyib. Daha sonra nitq söyləyən səfir Sofi Laqut uğurlu mədəni əlaqələr, beynəlxalq əməkdaşlıq, akademik mükəmməllik və innovativ yanaşmanın əhəmiyyətindən bəhs edib. Tədbirin xüsusi məqamlarından biri 2025-2026-cı tədris ilinin payız semestrində yüksək nəticələr göstərmiş bakalavr və magistr tələbələrinin sertifikatlarla təltif edilməsi mərasimi olub. Səfir Sofi Laqut sertifikatları tələbələrə şəxsən təqdim edərək onlara daha böyük nailiyyətlər arzu edib. Bu həftə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ən yaxşı xəbərlərdən biri beynəlxalq reytinqlərdə əldə olunan növbəti uğur oldu. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti QS Avropa Universitetləri reytinqi 2026 nəticələrində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet son 3 il ərzində 85 pillə irəliləyiş əldə edib. Son 1 il ərzində isə 45 pillə irəliləyərək 958 Avropa Universiteti arasında 35,1 balla 349-cu yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti eyni zamanda QS Avropa Qərbi Asiya regional reytinqində də yüksəliş əldə edib. Belə ki, universitetimiz son 3 ildə 19-cu yerdən 16-cı yerə yüksəlib. Qeyd olunan nailiyyət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində son illər həyata keçirilən institusional islahatların, beynəlxalqlaşma strategiyasının və təhsil tədqiqat mühitinin gücləndirilməsinin real göstəricisi kimi dəyərləndirilib. Əldə olunan bu beynəlxalq uğur münasibəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün kollektivini təbrik edir, gələcək fəaliyyətlərində davamlı uğurlar arzuluyuruq. Bununla da AZİ Xəbərin həftəlik xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.